Emir, sualımız nədir? Deyir ki, hadisə və nəticə əlaqəsini düzgün qiymətləndirək. Yəni doğru cavabı tapmalıyıq biz. Bizdən soruşur. Deyir, nə yazıb? Yazıb ki, Cənubi Qafqaz nümayəndələrinin Ərzincan sazişini imzalaması. Yaxşı, Ərzincan sazişini imzalayanda bizdən nəyi tələb elədi? Hansı müqaviləni təsdiq eləmək istədi? Həmin o Litovsk müqaviləsi var idi. Aha, AŞSO, Cənubi Qafqaz Komissarları Brest-Litovsk sülh müqaviləsinin şərtini təsdiq elədi. Doğrudur. Bir doğrudur. Gedirik 2-yə. Cənubi Qafqaz Komissarlarının 2 Rus alayının tərk silah edilməsi haqqında qərar qəbul etməsi. 1918-ci ilin yanvarında Şəmkirdə silahlı toqquşma baş verdi. Düzdür. Əgər o qərarı qəbul eləməsəydi, orada silahlı toqquşma olmayacaqdı. Sadəcə onlar qəsdən o qərarı qəbul elədilər ki, ortalıqda qarışıqlıq yaransın, həyəcan yaransın və əhalinin qırğını törədilsin. Sonra baxırıq 4-ə. 1918-ci il 31 mart soyqırımı. Soyqırımı niyə elədilər? Şimali Azərbaycanda muxtariyyətə olan ümidlərin qırılması. Bəli, xalqa qarşı biz nə dedik? Soyqırım siyasətini niyə eləyirdi Çar Rusiyası? Ona görə eləyirdi ki, əhalinin müstəqilliyi olan inanclarını qırsınlar, əhalini boğsunlar. Bax, Rusiyanın daxilində 1917-ci il fevral inqilabı və oktyabr çevrilişi baş verdi. Rusiya ağır zərbə aldı bu itkilərdən. Əlavə olaraq nə oldu? Həmin bu Rusiya 1-ci Dünya müharibəsindən qalib dövlətlərin sırasında olsa da, məğlub ölkələrlə, bax belə deyim, məcburi müqavilə imzaladı. Yəni, bütün bunların hamısı nə demək idi? Çar Rusiyasına vurulan ağır zərbə və xalqlar da bu oyanışa keçmişdi. Bütün bunların qarşısını almaq üçün nə etmək lazım idi? Xalqa qarşı repressiyalar, qırğınlar törətmək lazım idi. Xalqın gözünü qorxutmaq lazım idi. Onun dilini, dinini əlindən almaq lazım idi ki, o zaman xalq sənə itaət eləsin. Deməli, cavab nə oldu 12-yə? 1, 2, 4. A bəndi. Gördün? Neçə səhvin olacaq demişdim. Mən 4 demişsin, amma yox, mən 3 dənə olmadı, yaxud 2 dənə sual. Hansı suallar səhvdir? Başda oxumağa bir-bir izah eləyək. Mən birinci sual səhv yazmışam, o xəbər sual idi, mən səhv yazmışam gəldim. Cənubi Qafqaz Seyminin hakimiyyətindən kənarda qalan şəhər, düzdürmü? Sən nə yazmısan ona? Mən oraya yazdım. 4 Şamaq tərəfə düşür, Şirvan tərəfə. Aha, deyini yazmısan. Yaxşı, sənə bir dənə sual verim. Bundan əvvəlki 31-in A variantında da eyni sualı vermişdi. Eyni şeyi izah elədim. Emir, Cənubi Qafqaz Seymindən komissarlıq hansı şəhərdə yaranmışdı? Tiflisdə. Aha, Xalq Komissarları Soveti hansı şəhər ələ keçirmişdi, Emir? Bakı Xalq Komissarları Soveti hansı şəhəri ələ keçirmişlər? Harda yaratmışdılar? Hə? Hardaydılar? Başda. Bakıda. Deməli, onların nəzarətindən kənarda qalan şəhər hansı olur? Hə, Bakı. Bakı hansı variant olur onda? Bir bağlı. Gördün? Gördün niyəsinə kimi də izah elədim. Sonra sənin düz bilib, mənim sən səhv yazmısan dediyim hansı sual var? Onu oxu. 8 mi? 8 Yox, bir səhvdir, biri. Birdən sonra da səhvin var idi axı. 11-ci sual. Emir, birdən sonra səhv yoxdur 11-ə kimi. Mən birdən sonra 3-ə eyni yazmışam, düzdür. 3-ə E yazmışsan. 1, 3, 4. Deyirəm, saçma. Mən o deyirəm, amma 1-2-5 yazmışam. Sən yazmışam. Cavab. Emir, 3-ə E-ni demişsən, mən də demişəm səhvdir, düzdürmü? Ondan sonra cavab dəyişməyin sənin səhvlərini düzəltmir. Yox, amma burada elə daxil. Çünki müvəqqəti hökumət devrildi. Emir, bax, oktyabr çevrilişindən gedir söhbət. Oktyabr, eşit. Fevral inqilabından getmir. Sən yazdığın 1-3-4-ü deyirəm. Cənubi Qafqaz Komitəsini yaratmaq.
Oktyabr çevrilişində dövlətin çevrilişini bolşevik ələ keçirir. Gəlib komitə yaradır. He? Rusiyada komitə yaradandı o. O Rusiyada hakimiyyət ələ keçirir. Nətər komitəsi yaratsın? Sonra ilk Fəhlə Deputatları Soveti. Fəhlə Deputatları Soveti demədik martda yaranıb, 17-nin martında. He? Martın 6-sı düzdürmü? Bu da oktyabrda. Sən nətər 1-3-4 yazırsan bəs? He? Neyiniz qatışdırdım? Ay so, gördün indi səhvini. İndi gördün səhvi. Hər şeyi qoydum kənara. İlk Fəhlə Deputatları Soveti martın 6-sı yaranıb, 17-ci il. Necə sən bunu yazırsan ki, bu oktyabr çevrilişindən? Nətər olur? Aylar tərsinə gedir, geriyə işləyirik. Sonra 1-3 sonra hansı səhv idi? 8-9-10 sırlarına dalmışdı ki, hesab yazarım. Baxırıq. Erzincan sazişinə, Brest-Litov sülhünə 1-ci Dünya müharibəsi dövründə imzalanıb, düzdür. 1914-18-ci illər 1-ci Dünya müharibəsidir. Bu da onun daxilindədir. Bir düzdür. Sonra Qafqaz cəbhəsində hərbi əməliyyatlar dayandırıldı. 3 də düzdür. Çünki bu müqavilələrdə artıq Qafqazda cəbhədə müharibə dayandı. Niyə? İndi baxırıq. Niyəsini izah edirik. Dedi axı, Rusiyada 1917-ci ildə fevral inqilabı, ardınca oktyabr çevrilişi olub. Düzdür, Emir? Fevral inqilabı və oktyabr çevrilişi olmuşdu. Ona görə də Cənubi Qafqaz cəbhəsində Rusiya müharibəni dayandırır, dedi axı, müqavilə bağlayır çıxır, düzdürmü? Əgər müqavilə bağlayıb çıxırsa, avtomatik burada müharibə getməyəcək də Cənubi Qafqaz zonasında. Bu da düz oldu mu, Emir? Hər ikisinə aid oldu. Çünki niyə? 17-ci ilin fevralında ölkədə inqilab baş verdi Rusiyada. Rusiyada avtomatik çıxdı. Erzincan sazişi də ondan sonra imzalanıb. Bu kifayət elədi mi cavabımıza? Oldu mu cavab 1-3 D bəndi 8-ə? Baxırıq sonra 9-a. Bax, indi gör nə? 1-lə 3 cavabı gördük, düzdür? Gedirik növbəti suala. Brest-Litov sülhünə aid deyil. 9-a. Sovet Rusiyası imzalanmışdı. Düzdür. Rusiya imzalayıb. Rusiya 1-ci Dünya müharibəsindən çıxmışdı. Düzdür. 17-ci ilin fevralı. Qars Ərdahan Batım Osmanlıya qaytarıldı. Düzdür. Rusiya yumşalmaya getdi. Niyə? Çünki ölkə daxilində qarışıqlıq var idi. Düzdürmü? Davam edək. Hərbi əməliyyatları dayandırdı. Bəli. Çünki 17-ci ildə artıq müharibədən çıxıb və hər hansı bir dövlətlə döyüşmək əvəzinə öz daxilində abadlaşdırmaq istəyir. Öz daxilində abadlaşdırma siyasəti aparmağa çalışır. Məsələsi buydu. Ona görə də baxırıq, Y variantı səhv olur. 1-ci Dünya müharibəsinə qədər Rusiya-Osmanlı sərhədinin bərpa edilməsi nəzərdə tutulurdu. Xeyr, bunun heç bir aidiyyatı yox idi. Burada da cavab olur Y variantı. İndi gördün mü? Bir-birinə əlaqəli oldu mu 8 ilə 9? Gördün bir-birinin içində bir-birinin cavabını vermişdi. Dərsi neynəmədin Emil? Emil neynəmədin dərsi? Mən deyəndə neynəmədin? Qulaq asmadın, düzdür? Yaxşı dərs olmuş, qulaq asmadım. Ay, so.